Adam gəlir hərdən çıxa dolana, bətər bir şeylər görür. Bətər bir şeylər. Mən Səlmasda bir dənə şəhidin önünə getdim. Şamada qaldıq orada. Fərmanda Qurdan-ı Əli Əkbər əməliyyat vəl-fəcr çaharda 2 qurdan gediblər, 1 nəfər də onlardan qayıtmayıb, onların fərmandehi idi. Yeki az fərmandahanı Şəhid Bakiri. Şəhid Bakiri bunun nənəsinə bir nami müfəssəl yazıb. Sənin oğlun misli şiiri dərrəndi, bedun inci bilirdi gedir şəhid ola qayıtmayacaq, zərzimində susluq ehsas olmadı. Bunun danışığında, ləhnində, axər, vurun internetdə də baxın. Bu şəhidə baxın, görün nə mənədir. Bu şəhidə bax, gör İmam Zamanı görüb, 3 gün qalıb leşkəri ərağın içində, yaralı, qan gedib, 3 gün təki tənha qalıb, düz ordugahı əraqlıların içində, fəqət deyirdi, axşamlar ay gedəndə bulutun dalına mən eləyə bilirdim 5-10 qədəm özümü çəkəm İran səmtinə. İmam Zamanı görüb, mükaşif olub, susumdan deyir, yanıram, yaralı, güllələr dəyib, hamı şəhid olub, mən tək qalmışam. Deyir, dedim, Allah və mənə burada köməklik eləməyəcəksən, mən ölürəm susumdan. Ya Əbu Abdillah, deyir, orada İmam Hüseyin susuzluğu yadıma düşdü. Xatıratında yazıb, Şəhid Bayraməli Vərməzyar. Şəhid Bayraməli Vərməzyar, fərmandehi Qurdan-ı Əli Əkbəri vəl-fəcr çahar. Gör nəmənə, bunun nənəsi nəmənələr danışdı. Bunun nənəsindəsən danışırdı, adam xanım Ümmülbənin gəlirdi adamın gözünün qabağına. Ki Allah bu etiqadda da, bu bavərdə də insan olar. Ki oğlu bu cür gedə, oğlanların ikisi gedib şəhid olmuşdu. Deyirdi, 3-cü oğlum şəhid olmadı, oğlum məndən utanırdı. Başın qovzamırdı. Deyirdi, o qardaşlarım getdilər, nəcat tapdılar. Mən qaldım. Gedin oxuyun. Deyir, İmam Hüseyin susuzluğun yadıma saldım. Biləsə bir dənə seyyidi gördüm. Misli sürəti bərq. Gəldi, əyləşdi mənim yanımda. Ovucum bucu tutdu mənim ağzıma. Gördüm, ovucu doludu suyla. Dedim, ağa bə, məni buradan aparmayacaqsan. Buyurdu, görsətmişəm sən, əlan gəlirlə səni apararlar. Və deyir, bir dənə malla vardı, Miyanalı idi, şəhid oldu. O ki, gəldi məni apara. Dedim, hardan bildim mən buradayım? Dedi, bir seyyid buradan rədd oldu. Dedi ki, Bayraməli Vərməzyar buradadır, gəlin apar. Deyir, xulaza məni qaytərdilər Susəngirdə, gətdilər Tehrana. 3 gün qan gedib, heç də bir dənə şəhidin fəqət qumquməsindən su içirəm. Şəhidin qumquməsindən su içirəm. Deyir, mən öz-özümə 3 gündən sonra bildim. Bu su niyə qutarmır? Gələm 2 saatdan sonra yine ondan su içirəm, qumquma doludur. Yine su içirəm, qumquma doludur. Deyir, elə ki bildim orada mənə bir möcüzə olub, bir su burada qalmaz. Mən 3 gündür bir qətrə qumqumədən su içirəm. Şəhidin üzün çöndərdim, dodaqlarımı qoydum o qanlı dodaqlarına. Dedim, mən səni tanımıram. Bəli, sən bu gün məni nəcat verdin. Sən məni nəcat verdin. Gətirirlər burada Tehrana. Tehranda deyir, mən apardılar otaq əmələ. Aparanda mənə dedilər, sən bu 3 günü nə yeyib sən qalıbsan zində? Bəlkə yaralı adam zində qalıb. Dedim, fəqət su içmişəm, dənə şəhidin qumquməsindən. Deyir, döyütür məni məskəriyə qoydu. Sən bizi səriyibsən, həzyan deyilsən. Elə ki, otaq əməldən çıxartdılar, döyütür gəldi, əlin qoydu mənim anlama. Dedi, sən düz deyilsən, mən anlamırdım. 3 gündür sənin qarnından ləcəm boşaldırıq. Səni nəmənəymiş o su saxlayıb, nəmənəymiş o su. Əhl-i beytin məhzərinə çatmaq zəhmət sayəsindədir. Hər kəs zərfin təmizləsə, əhl-i beytin məhzərinə çatar.